Ən doyumcu yemək bu idi. Hamıdan məzgul alırdı. Borc edirlər. Borc edirlər. Mən bunların bufetlərində belə tost satırlarmış. Arasını nə qoyurlar? Ucuz saska. Yaşlı böyle koyalım. Sonra ketçupla mayonezin ha? Ketçap bir də göyərtisi. Coşun kopya. Elə bir önce sizə hava verdim. Prosto mən sizdən buna. Kabısı. Hı? Ama 40 tane. Mən sizə kalbasa qoyun, baxalsınız o. Bence bu ketçupun kopyasını Hı? almışlar. Tavada eləmişəm. Hayır. Hmm. Tavada. Gedin bu konfetdən alın, yiyin. Mənə canıma dua edəcəksiniz. Əgər yeməmişsinizsə. Çox qəşəngdir. Qəşəng oldu ha. Bunun altından almışdım. Bir də kalbasa almışdım. Daha nə mayonez almışdım, nə heç nədən. Bir də pomidor xiyar. Uşaqlar bizdən mayonezlə, pomidor xiyarla belə deyirlər də. Ama bizim evimiz günleri için çizebiliriz. Bunu da ayrıdır amma. Hadi. Şu şey nerede? Bizim o yediğimiz önərin dadı ayrıdır, bunun da ayrıdır. Aslında malezi dahil değil. Biber nerede? Şey göyerti isteyen sen bazen biz koyuyoruz falan yine. Qoymurdu. Ben koyuyorum. Mayonez idi, ketçup idi, pomidor xiyar, bir də kalbasa. Ketçup. Xiyar idi, pomidor idi. Bizdə fidoş edirdi ha. Belə əzilmirdi ha, şişirdi, xıtxıtırdı, doğum axırdı. O tapış olurdu. Mən bunu əzdim də, bir tavaya qoyum, əlimlə öyle bastım. Belə qutum. Amma onlar verirlər ki, sən yemək yeyirsən, sonra biz yeyirik. Onunla eyni anda yeyirik. Belə bilirlər ki, məsələn, kamera ayrı yeyirəm, sonra belə ayrı yeyirəm. Hadi ha. Neyse şişiyor. Tuncitine pomidor xiyar o şişiyor, darlıyor da. Hasan sağ elə manzarada xiyarı ortasına dümdüz kəsirib qoyarıq, pomidoru da elə. Nazik kəsib qoyarıq hacılarını fırlayacaq. İdmandayım, keçən dəfə dönənləri qız belirəm. Biz sənin ikimiz arıqlaya bilsəydik. Mən deyirəm ki, arıqlamaq istəmirəm ya. Mən formaya sallam özümü. Bu qədər yeməklə qəşəng qalmışsan sən, yaxşı qalmışsan. Ne kadar yeməyəm.